Esselamu Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebu'l Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibine tahirinel masuminel mukerremin. Usikum ve nefsi bi tegvallah. Size ve özüme ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Həzrəti Əli Aleyhisselamın gənclərə məktubunu şərh eləyirik. Bir cümlədə iki zid söz işlədir. Deyir, qəlbini dirilt və qəlbini öldür. Nə ilə dirilt qəlbini? Muizə ilə. Əhyi qəlbəkə bil mavizə. Qəlbini muizə ilə dirilt. Nə ilə öldür? Zahidli ilə, dünyaya rəğbətsizlik ilə. Və əmidhu biz zəhadə. Qəlbini zöhdlə, zahidli ilə öldür. Deməli, qəlbin bir hissəsi ölməli, bir hissəsi isə dirilməlidir. Qəlb ümumiyyətlə ərəb dilində, lüğətdə çevrilən, dəyişən deməkdir. Hadisələr, insanın öz rəftarı qəlbi dəyişir, qəlbdə dəyişiklik yaradır. Bəzən insanın qəlbinin vəziyyəti öz iradəsindən kənar dəyişir. Yəni, qəlb öz başına qalarsa, sabit qalmır, dəyişir. Ona görə də oturub gözləmək lazım deyil, qəlbi öz ixtiyarına buraxmaq lazım deyil. Qəlbin ixtiyarını ələ almaq lazımdır. Din mövzusunu da kənara qoysaq, dindarlığı da kənara qoysaq, qəlbə hakim olmaq, qəlbi idarə eləmək səbəb olur ki, insan öz varlığından daha çox ləzzət alsın. İnsanın öz varlığından, mövcudluğundan, var olmağından ləzzət alması lazımdır. Hamı bunu istəyir. İnsan qəlbini idarə eləsə, öz varlığından daha çox faydalanacaq və qəlb sənə daha düzgün xidmət eləyəcək. Amma neynəyək ki, bu işdə ən doğru yol Allahın yoludur, yəni dindir. Çünki qəlbi Allah yaradıb, onu idarə eləməyin yollarını da Allah bilir, o təqdim eləyir. İnsan bu səbəbdən dinə üst tutur. İnsan yaşayışından ləzzət almaq istəyir. Bu hamı üçün, hamıya aid olan bir məsələdir. İnsan, o ki deyir, 5 günlük dünyadır, kef elə, doğrudan da insan 5 günlük dünyada ləzzət almaq istəyir. Hamı bunu istəyir. Gizlətdi ya gizlətmədi və bunu gizlətməyə də ehtiyac yoxdur. Bu normal bir istəkdir. Və bu ləzzət kənar amillərlə bağlı deyil. İnsan xoşbəxtliyi, ləzzəti kənardan təmin olunmur, içdən təmin olunur, daxildən təmin olunur. İnsanın öz qəlbini düzgün idarə eləməsi yaşamaqdan ləzzətini artırır. İnsanların hamısı bunu istəyir. Yolu budur ki, insan öz qəlbinə əsir olmasın, qəlbinə hakim olsun. Qəlbini tərbiyələndir, sonra nə qədər istəyirsən faydalan qəlbindən, ləzzətini də al. Hamı deyir ki, ürəyim istəyəni eləmək istəyirəm. Dinlə dava burada düşür. Cəmaatın dinlə davası ya dindən qaçmağı bu səbəbdən olur ki, deyir, ürəyim istəyəni eləmək istəyirəm. İstəyirəm, ürəyim istəyən kimi yaşayayım. Və burada elə hesab edir ki, bu dinlə düz gəlmir. Din nə deyir adama? Din deyir ki, qəlbivi tərbiyə elə, sonra qəlbivə baş üstədir. Ürəyin istəyən kimi yaşa.
Qəlbi tərbiyə eləyəndən sonra elə ürəyin istədiyi kimi, necə istəyir ürəyin, elə yaşa. Qəlbə baş üstə deyə bilərsən rahat. Tərbiyə olunmuş qəlb yaxşı şeylər istəyəcək səndən. Sən də istədiyin kimi yaşayacaqsan, keyfin istəyən kimi. Amma tərbiyələnməmiş qəlb, islah olunmamış qəlb sənə səhv ünvanlar göstərəcək ləzzət üçün. Deyəcək, get filan şeyə tərəf, ləzzət ondadır. Gedəcəksən, əldə eləyə bilməyəcəksən ləzzəti. Ləzzət ala bilməyəcəksən. Sənin qəlbində ləzzətin gözəl ünvanları var. Ləzzət demirsən, gəl ləzzət məntiqi ilə danışaq. Sənin ürəyində ləzzət almağın gözəl ünvanları var. Sənin qəlbin səni zirvələrə dəvət eləyir. Səndən istənilən nədir? Qəlbin içindən yatmış istəkləri dartıb üzə çıxardasan, sonra qəlbin necə istəyir elə yaşayasan. Din də bu sözü deyir insana. Və o xəzinələri üzə çıxartmaq üçün müəyyən işlər görülməlidir. Misal üçün, bir dənə misal deyirəm. İnsanın istədiyi şeylərdən biri sevgidir, sevilməkdir. Ona məhəbbət göstərilməsidir. İnsan mehribanlıq istəyir. İstəyir ona qarşı mehribanlıq göstərilsin. Mehribanlıq gördükdə qəlb aram olur. Müvazinət yaranır və qəlbdə olan istəklər, yaxşı, müsbət istəklər başlayır çiçəklənməyə, üzə çıxmağa. Sağlam qəlb hansı qəlbdir? Sağlam qəlb o qəlbdir ki, hər şeyi lazım olduğu qədər istəyir. Lazım olduğu qədər. Əgər qəlb diri olmasa, sənin bəzi şeylərdən xoşun gələcək, gedəcəksən ona tərəf, qane eləməyəcək səni. Sonra halın xarab olacaq və özünü qınayacaqsan ki, niyə mən bunun dalıca düşdüm, getdim? Bunlar həyati mövzulardır. Bunlar bəşəriyyətə lazım olan mövzulardır və bunlar heç yerdə danışılmır. Heç yerdə danışılmır. Heç kəs bu mövzuları müzakirə eləmir. Bunun haqqında heç düşünmür belə. Xarab qəlb insana ləzzət ünvanı göstərəcək, insan ona tərəf gedəcək, görəcək ki, istədiyini vermədi. Enerjisi hədər olacaq, qanı qaralacaq. Ona görə bəşəriyyətin qanı qara dindir. İnsanlığın qanı qaradır, halsızdır, keyfsizdir. Ona görə ki, qəlbi tanıtdırmayıblar. Hamı da deyir, mən ürəyim istədiyi kimi yaşamaq istəyirəm. Din də deyir, ürəyim istəyən kimi yaşa. Sadəcə bu ürək nədir, nələr istəyir ki, bunu bir mütaliə eləyək, üzə çıxardaq, ürəyin istədiklərini tapaq. Sonra da ürəyin istədiyi kimi yaşayaq. Sağlam qəlb, xəstə qəlbdən fərqi nədir? Sağlam qəlb bilir nə istəyir və nə qədər istəyir. Nəyə nə qədər istəyir, bilir. Və istədiyini verir qəlbə. Özü lazım olanda məhdudlaşdırır. Lazım deyil, din gəlsin, məhdudlaşdırsın. Özü məhdudlaşdırır deyib, bunu mən bu qədər istəməliyəm. Çox olsa, dozasından çox olsa ziyan eləyəcək. Özü üçün məhdudiyyətlər qoyur. Sağlam qəlb. Bütün istəklərinə qarşılıq verir. Heç bir istəyini unutmur. Xəstə qəlb hansıdır? 5-10 dənə istəyi var. 5-10 dənə istəyi. Elə bir şey bundan ibarətdir. O istəkləri təmin eləməklə məşğuldur. Qalanları içində qalır ödənməmiş, təmin olunmamış. Və bu düşür istiraba. Bax, bəşəriyyətin bugün keçirdiyi mənəvi istirab bu səbəbdəndir. Qəlbinin istəyini tapa bilməyib. Sağlam qəlb isə insanı istiqamətləndirir, yönəldir. Sağlam qəlb insanı hidayət eləyir. Bu hədisi çox demişəm. İttəqu zununəl müminin fə innəlləhə subhanəhu və teala əcrəl haqq alə əlsinətihim. Deyir, müminin zənnindən çəkinin. Zənnindən çəkinin nə deməkdir? Yəni, mümin deyirsə ki, mənə elə gəlir belədir, bil ki, o düz deyir. O qədər qəlbi təmizdir ki, zənni gümanı doğrulur. Çünki Allah haqqı deyir, onun dili ilə ifadə edir. O məncə desə, deməli, bu dəqiq belədir. Zənn eləsə dəqiq belədir. Qəlb yol göstərən olmalıdır. Qəlb işıqlandıran, yolu aydınladan olmalıdır. Qəlbi gücdən salmışıq,
Ona görə bilmirik nə edirik. İn təttəqullah yəc'al ləhu furqanən. Kim təqvalı olarsa, qəlbini idarə eləyərsə, Allah ona furqan verər, fərqləndirən verər. Yəni, yaxşını pisdən, düzü səhvdən tez ayırar. Gicəlib qalmaz ki, görəsəm hansı düzdür, hansı səhvdir. Qəlb təmiz olsa, özü yol göstərər, düzü səhvdən fərqləndirər. Bu qəlb belə bir şeydir ki, ilk fürsətdə istədiyini dərhal vermə ona. O biraz hayküy salır, onu biraz gözləd. Gözlətdiyin hələ biraz gözlə. Onu gözlətdikcə görürsən ki, içdən başqa istəklər başlayır çiçəklənməyə, üzə çıxmağa. Sağlam qəlb bütün istəklərini tanıyan qəlbdir. Bilir mən nələr istəyirəm, hamısını tanıyır. Hansı yaxşıdır sual verirəm? Bütün istəklərimi bilmək, yoxsa bəzi istəklərimi ancaq uyğun yaşamaq? Axırda da heç nə əldə eləməmək. Bizim qəlbimizi diriltməkdən başqa çarəmiz yoxdur, yaxşı yaşamaq üçün, ləzzətli yaşamaq üçün. Biz nə istədiyimizi bilməliyik. İnsan o qədər mürəkkəb varlıqdır ki, özü öz içindən baş çıxartmır. Gərək insan özünü kəşf eləsin, qəlbini üzə çıxartsın ki, mən nələri istəyirəm, nə istəyirəm, istəklərini tapsın. Misal üçün yenə də sevilmək istəyi. İnsan sevilməyi istəyir. İnsanda belə bir istək var, fundamental istəkdir. Sual verirəm, ay insan, nə qədər sevilmək istəyirsən? Nə qədər? Deyir ki, məsələn, filan kəslər barmaq hesabı, filan kəs mənə sevsin, filan kəs sevsin, filan kəs. Məsələn, 5-6 nəfər. Bu qədər eşqə qanəsən, yox, sən qəlbindən xəbərsizsən. Bu qəlb eşq teşnəsidir. Bunun istədiyi eşqi 5-10 nəfər filan kəslər təmin eləyə bilmir. Əminullah ziyarətinə baxın, deyir ki, məhbubətən fi ərdikə və səmaik. İstəyirəm yerdə və göylərdə sevimli olun. Sevginin bu həcmini istəyir qəlb. Amma özünü tapmayan qəlb 5-10 nəfərin sevgisinə belə deyə müştəri olur, dilənçi olur. O sevgi də onu qane eləmir. Bu qəlb böyük bir, dərin bir qab kimidir ki, ilahi eşqlə sirab ola bilir. Ancaq Allahın sevgisi ilə sirab ola bilir. Bu qəlbin yanacağı sevgidir. Bu qəlbi işə salan sevgidir. Allah da eşq elan edir, deyir, mən aşiqəm sənə, yaratmışam, sevirəm səni. Peyğəmbərim aşiqdir, imamlarım aşiqdir, göyün mələkləri sənə aşiqdir. Bax, bu eşqin cazibəsi ilə insan hərəkət eləyə bilər. Sözün qısası sağlam qəlb bilir nəyi nə qədər istəyir və istədiyini də eləyir. Bil nə istəyirsən, nəyi nə qədər istəyirsən, sonra ged istəklərini dalıcı. Ged istəklərini dalıcı. Heç kəs sənə mane olmur. Din sənə mane olmur. Din gəlir istəklərin qabağını açsın, istəkləri üzə çıxartsın. Nə istədiyini anlatsın. Hansısa istəyin qabağını alırsa, demək istəyir ki, bunun həddi bu qədərdir, bundan artıq versiyon o biri istəklərin qarşısına alacaq. Ona görə istəklərin yolunu açmaq üçün bəzilərini qadağan edir. Çox sadə bir söz deyirəm, din deyir ki, hər şeyi istə. Hər şeyi istə. Ay adam, nə istəyirsən? Deyən sayım, ev istəyirəm, maşınım olsun, ailəm olsun, yaxşı paltarım olsun, sonra nə istəyirəm? Diplomum olsun, məsələn. Din sual verir, vəssalam. Sən boyda insanın istəyi bulardı, bitdi, nə tez bitdi. Sən özündən xəbərsizsən, bir baş vurur ürəyə, qəlbində çox istəklər var. Çoxdur istəklər. Unutma, onları da təmin elə. Yoxsa sənə diskomfort yaradacaqlar. Yaşamaq imkanı verməyəcəklər. Sən istəklərin bir neçəsini qabartmısan, o birilər qalıb kölgədə. Zərərini də özün çəkirsən. Ziyanını da özün çəkirsən. Deyirsən, mən günah eləmək istəyirəm. Yox. İnsanı belə yaratmayıblar ki, insan günah istəsin. Sən günah istəmirsən. Əleyhissalam buyurur ki, "Mə nəhəllah subhanahu an şeyin illa və əğna an." Allah bir şeyi insana qadağan eləyibsə, ondan ehtiyacsız eləyib adamı.
Ehtiyacsızsan sən. Günah istəyən qəlb xəstə qəlbdir. Əslində istəmir onu. Ona elə gəlir istəyir. Xəstələnib ki istəyir. Bilmirəm, biz məktəbdə oxuyanda təbaşirlə yazırdılar da, mellə. İndi bilmirəm, deyəsən daha yazmırlar. Bəzi uşaqlar olurdu, gelib onu götürüb yiyirdi. Nəsə çatışmırdı orqanizmində, onu yiyirdi, gizlinin utanırdı da, oğrayıb yiyirdi onu. Həkim deyir ki, bunda nəsə çatışmır. İnsan meli yemək istəməz. Normal bir hal deyil, müalicə olunmalıdır. İnsan da deyəndə günah istəyirəm, Allah Quranda soruşur, deyim, mələkum, nə olub sənə? Həkim bir xəstənin yanına gələndə deyir, nə olub sənə? Allah deyir, nə olub sənə ki, sən bunu istəyirsən? Yəni, bu normal hal deyil. Səndə nəsə xəstəlik var, adam bunu istəməz. Mən səni yaratmışam. Mən səni yaratmışam, sənə nə olub? Quranda ən fundamental suallardan biridir. Mələkum, nə olub sizə? Sizə nə olub? Dərdüzün dərmanını tapın. Bizim içimizdə çox istəklər var. Onlar bir-biri ilə əlaqəlidir. Bəzən toqquşurlar içimizdə, bəzən uzlaşırlar. Bir-biri ilə toqquşan məqamlar var, uzlaşan məqamlar var. Hünər budur ki, bu qəlbi düzgün idarə eləyə biləsən. İnsan yaxşı paltar giyinmək istəyir, bu insanın istəyidir. İstəyir ki, biraz fors eləsin, giyinsin, gəzsin. Bu yandan da vicdan başqa şey də istəyir, bunu da sən istəyirsən. İstəyirsən ki, ürək sındırmayasan. Bu iki istəyi uzlaşdıranda, çünki bəzən elə paltar giyinirsən ki, kasıbın ürəyi sınır. Məsələn, ailəsinin yanında pərt olur. O iki istəyi uzlaşdıranda münasib geyim müəyyən edirsən özün üçün. İkisini də sən istəyirsən axı, ikisini də. İçində sənin bu vicdan da var da, o da sənin istəyindir. Yaxud da ki, özün giyinirsən, başqalarını da giyindirirsən. Əleyhissalam qulamı qəmbərlə gedir köynək almağa, birinci onu alır, yaxşısını onu alır, zəifini özünə. Deyirsən, cavansan, sən daha yaxşısını giyinməlisən. Çünki istəklərini düzgün tənzimləyə bilir. Sən bir zaman təzə şeylər istəyirsən, deyirsən, yoruldum yeknəsəklikdən, bir nəsə təzə bir şey olsun. Həm də eyni zamanda köhnəni də istəyirsən, hərdən xatirələrin var, keçmişlə bağlı, onlardan zövq alırsan. Hərdən təzə şey istəyirsən, ikisini də istə. Həm keçmişini qoruyub, keçmişdəki xatirələri, malik olduğu istə, həm yeni bir şey istə, yan-yana istə. Qəlb mürəkkəbdir, qəlb belədir, qəlb dərin dəryadır və qəlbin dirilməsi, yəni qəlbin bütün istəklərinin üzə çıxması və tanınması. Mən bilirəm nələri istəyirəm, hamısının siyasi əlimdədir, kamil adam budur. Naqis adam 5-10 dənə istək sayır, öbürlərdən xəbərsiz, yaşayır, içində həmişə istirabdır. Elə bilir ki, keyf eləyir, keyf eləmir, əzab çəkir, ruh əzab çəkir. Çünki bir hissəsini vermirsən, qalanı qalıb, təmin olunmur. Mən necə eləyim ki, heç bir istəyim gizli qalmasın özümdən, hicabdan çıxsın. İstəklər hicaba bürünüb içərdə. O hicabları yarmaq lazımdır. Necə eləməliyəm? Adamlar görmüşəm ki, gəncliyində, cavanlığında elə istəkləri qazıb içindən çıxardıblar ki, 50-60 yaşda kişi hələ gedib ona çatmayıb. Cavan oğlandı, bilir nə istəyir. Tam istəklərini müəyyən eləyib. Adama zövq verir belə adamlarla, ünsiyyətdə olmaq. Qəlbi diriltmək lazımdır. Qəlb nə ilə dirilir? Moizə ilə. Moizə bilirsiniz də nədir? İndi biz moizə məclisindəyik. Moizə əleyhissalam buyurur, mən demirəm. Qəlbi dirildir. Yollarından biri moizədir, hamısı yox. Qəlbi dirildən vasitələrdən biri moizədir. Moizə qəlbin üzərindən pərdələri götürür, adamın özünü özünə göstərir. Deyir ki, bax, özünə qayıt, sən busan, sənin içində bu istəklər var. Yol budur, moizə. Ona görə bəzi adamlar gəlir, xütbə edir, elə bil ki, mənə lazım olanı danışdın. Elə bilirəm, mən qeybdən bilirəm ki, məsələn, adamlar nə? Yox, moizənin xüsusiyyəti budur. Moizə insanın içində olan istəyi özünə tanıtdırır. Əlavə bir şey demir. Deyir, içivə baş vur. O hicab örtmüş, paslanmış istəklərin üstündən, pası çirki təmizləyir, özünə tanıtdırır. Deyir, sən busan, sən bunları istəyirsən. Qəlbin dirilməyin bir yolu da mehribanlıqdır.
Bizim qəlbimiz, bilirsiniz necə bir haldır. Qışda ağaclara baxırsan, görürsən ki, solğundur, budağında yarpaqlar yoxdur. Ağac dilə gələ bilər, deyə bilər ki, mənim içimdə bilirsən nələr var, mən nə meyvələr üzə çıxarda bilərəm. Bilməyən adam deyər ki, sən qupquru taxta parçasısan. Deyir, sən mənə bahar gətir, bir dənə bahar mühiti yaransın, gör mənim içimdə nələr var. İnsan eynən belə bir şeydir, belə bir varlıq. İnsan baxırsan qurudu, içində o qədər gözəl istəklər var ki, mühit münasib olsa, mühit, ictimai mühiti demirəm, ictimai mühitin də təsiri var, amma önəmli ictimai mühit deyil. Mühit, yəni qəlbə lazım olan mühiti gətirə bilsən, görürsən, başlayır çiçəklənməyə. Bu uyğun mühit qəlb üçün nədir? Mehribanlıq, mərhəmət. Qəlbin baharı sevgi və mehribanlıqdır. Elə ki, sevgini hiss elədi, başlayır çiçəklənməyə. Ona görə dinimiz deyir ki, bir-birinizə mehribanlıq göstərin və bir-birinizə sevginizi ifadə eləyin, bir-birinizə təbəssüm eləyin, qəlbləri çiçəkləndirir. Qəlbin içində nələr var, onları üzə çıxartmaq üçün mehriban mühit formalaşmalıdır. Mehribançılıq, mərhəmət hissi olmalıdır. İslam bu qədər mərhəmətə təkid edir. Deyir, müstəhəb oruc tutmuşsan, Rəcəb ayıdır. Müstəhəb oruc tutmuşsan, bir mömin sənə təklif eləyir ki, gəl bu orucu aç, gedək bir yerdə çörək yiyək. Deyir ki, bilsən ki, yox desən, inciyəcək, oruç tutmaqdan yemək yaxşıdır, müstəhəb orucda. Pozmaq yaxşıdır. Mən əhsənə müminən, deyir ki, mömini kədərləndirsə, elə bir sözcüsü ürəyə qəmlənsə, Summa ə'tahu dünya ləm yakun kəffara. Sonra dünyanın hamısını verirsə ona ki, ürəyin almağı deyir, o kəffarəsi olmayacaq. Ürək sındırmıyor. Ürək sındırsın, heç nə ilə ələ alanməzsən. Dünyanın hamısını bağışlasan, yenə ödəməmsən haqqını. Allah da bizə bu qədər sevgi göstərir. O sevgini hiss eləyəndə qəlb başlayır çiçəklənməyə. Və qəlbi dirildən amillərdən biri moizədir. Çalışın moizə dinləyin. Heç olmasa həftədə bir dəfə. İnsanlar məscidə çox gəlir, əlhəmdülillah, amma biraz da şərait yoxdur, bayırda qış aydır, soyuq olur. Amma mümkün qədər gərək ayaq hərəkət eləsin, gəlsin. Evdə baxaram canlıya, olar başqa bir üzürlü səbəb olsa. Amma yox, gələsən moizə mühitində nəfəs alasan. Bəxtiniz bunda gətirməyib ki, moizə eləyəniniz mənəm, amma yenə də bu sözlərin öz təbii bir təsiri var da, Qurandır, hədisdir, bunun təsiri var. Dinləyin, insan ruhunu qazıyır moizə. Azı həftədə bir dəfə. Əleyhissalam buyurur ki, əhyi qəlbəkə bil moizə, qəlbivi moizə ilə dirild. Hamıya aiddir, xüsusən gənclərə. Çünki gənc qəlbi ilə təzə tanış olur. Gəncin qəlbi təravətlidir, rahat üzə çıxardır gözəllikləri. Və moizə qəlbin şəfasıdır, dərmanıdır. Gəncin gücü də çoxdur eşitdiyini əməl eləməyə. Qüdrəti çoxdur. İnsan öz qəlbini tərbiyə eləsə, çox güclənər, çox. Bilirsiniz nə qədər gücü var insanın? Qəlbdə elə bir güc var, mənəvi enerji var ki, heç bir varlıqda yoxdur. Bir arif idi, mən oxumuşdum onun barəsində. Deyir ki, gedib dişini çəkdirməyə, həkim iynə vurmayıb. Gəlir sinirinə toxunur, görür ki, bu reaksiya vermir. Sinirinə toxunur, görür reaksiya vermir. Deyir ki, sən ağrımır bu, deyir ağrıyır. Deyir, ben niyə qışqırmırsan? Deyir, qışqırmalıyam. Mən deyir, yəni adam var ki, bir dənə belə toxunan kimi qışqırır, acizlik, zəiflik əlamətidir də. Bu o qədər güclüdür ki, qəlbinə o qədər hakimdir ki, deyir, əgər qışqırmaq vəzifəmdirsə qışqırırım. Deyilsə yox. Bax, görsən bizə gülməli gəlir. Necə yəni bu təbii ağrıdır? Və ruhda bu güc var, bu qüdrət var. Deyir, Kərbəla şəhidləri o qədər güclü idi ki, o zərbələri ruh bədənlərinə hiss eləmirdilər. Həmin o fiziki ağrı var, amma ruh güclü olanda bu qədər insan ağrısına da hakim olur. Moizəni nədən almalıyıq və sözümü tamamlayıram yavaş-yavaş, 10 dəqiqəyə inşallah. İnsanlardan moizə eşidək, ya da ibrətli hadisələrdən. Hər ikisindən. Həm insanlardan moizə eşidək,
həm hadisələrdən moizə götürək. İnsanlardan moizə almaq biraz çətin olur. Bilirsiniz niyə? Çestimizə toxunur. Vay o gündən biraz yaşı da bizdən az olsun. Vay o gündən biraz elmimiz ondan çox olsun. Vəssalam. Nə desə başlayacaq. Sən özün filan, sən o ilə nə işin var o? Sən özün, sənə söz deyir, eşit, qəbul elə. Xoş halına moizə eşidənlərin. Əleyhissalam səhabəsi Əbu Zərə deyirdi mənim moizə elə. Bilirək özü ondan elmlidir. Elmlidir, yox, müqayisə olunmazdı, yəni imamdır. Təkəbbürlü deyil o adam ki, hamıdan moizə eşidir. Bir dənə cavan da görərsən, sənə moizə elə, filan şey, filan cür eləmək. Niyə görə alışıb yanırsan? Niyə görə toxunur sənə? Hətta tutaq ki, onun qərəzi də var, qərəzli adamdır. Olsun. O qərəzli danışır, danışsın. Gör nə danışır. Bəzən qərəzli düz söz deyirlər. Düz deyir, amma qərəzli deyir. Düz deyir. Sən onun düz tərəfinə bax. Sən özün üçün faydalan. O özün nə niyyətə deyir, özü bilər. Sən onun da sözündən faydalan. Bir nəfər İmam Səccad əleyhissalama deyir ki, cəmaat bəzən gəlir bizdən kömək istəyir. Bilirik ki, yalan deyirlər. Mənim həyatımda çox çıxır qabağıma. Biri deyir, nəvəm məktəbə getməlidir. Baxırıq, nəvəsi yoxdur. Yəni. Nəvəsi yoxdur, deyir, nəvəm məktəbə getməlidir. Bilirik. Gəlir İmam Səccada deyir ki, gəlib pul istəyirlər, yardım istəyirlər. Bilirik ki, yalan deyirlər. İmam Səccad əleyhissalam deyir ki, yalan onun boynuna, sən yaxşılığından qalma. Eybi yoxdur. Yaxşılığından qalma. Bir hədisdə də var, ürəyivə bax, gör nə deyir. Bəzi adam var ki, ürəyin istəyir ona kömək eləməyə. Qəlbivə qulaq as. Deyirsən, yaxşılığından qalma. Bir dəfə danışmışdım, heç çoxdan bunu danışmışdım. Deyir, gəlir bir qoca ruhaniyə, deyir ki, həyat yoldaşım xəstəxanadadır, uşağım olacaq, mənə kömək elə. O da çıxardır, biraz kömək eləyir, gedir. 2 ay keçir, deyir, qoca kişidir, yadından çıxar, gedir təzdən deyir ki, həyat yoldaşım xəstəxanadadır, uşağım olacaq, kömək elə. O da kömək eləyir. Bir neçə ayda keçir, deyir, əşi, 1000 dənə adam gəlir bunun yanına, qoca kişidir, nə biləcək. Gedim bir dəfə də deyim. Eyni, ağlı ona da çatmır ki, başqa şey desin. 3-4 aydan sonra yenə gedir, deyir ki, uşağım olacaq, yoldaşım xəstəxanadadır. Çıxardır, pul verir, deyir, amma həyat yoldaşının qədrini bil, hər adamın işi deyil, ildə 3 dənə uşaq dünyaya gəlir. Yəni ki, bilirəm Allah'dırsan, amma yenə də kömək eləyirəm. Bilirəm, yəni mən avam deyiləm, elə bilmə ki, başını allatdım. Həm də elə də moizə eləyir ki, yalan danışma da, sözüm var, ehtiyacıdır. Bu bəlkə də əlaqəsiz misaldır, amma əlaqəsiz deyil. Burada bilirlər səni aldadır, bilirsən səni aldadır, yenə də kömək elə. Burada da deyir ki, bilirsən qərəzlidir, amma moizəsini qəbul elə. Bəlkə sənə faydalıdır. Qərəzlilik onun vicdanına yazılsın. Moizə yolunu özümüzə bağlamayaq. Bir də zəmanədən moizə alaq, hadisələrdən moizə alaq. Hər hadisədə ibrət var. Yer, göy fəryad eləyir, eşidəsən, fikir verəsən. Bax, bu zəlzələ baş verib, bizim hamımızı kədərləndirib. Çox ağır hadisədir. Hamımızın da ürəyimiz parçalanır. Qardaş Türkiyədə baş verən zəlzələ, Suriyada baş verən zəlzələ. İnsanlar çox əziyyət çəkir. Baxırsan, görürsən, doğrudan da dözülməzdir də, nə bilim, sözlər acizdir. Adam təsəvvür edir uşaqları, özü, ailəvi, hamımız insanıq. Yəni, birdən-birə insan hər şeydən məhrum olur. Amma eyni zamanda bir ibrətdir hamımız üçün. Bir nəfər deyir, zəlzələdə orada danışırdı ki, mən baxışım tamam dəyişdi həyat. Çalışırdım ki, evimi belə təmir edeyim, filan şey filan yerdən alım, filan şey filan yerdən. Çox belə şan şöhrətə meyilliydim, ayağı yalın çıxa bildim. İndi baxışa düşdüm ki, həyatın mənası başqa şeylərdədir. Və bu ibrətdir bütün bəşəriyyət üçün. Tez deməyək ki, orada günahkar idi cəmaat, ittiham eləməyək cəmaat. Sən cəmaatın günahı ilə nə üçün? Günaha qalanda dünyanın çox yerində çox günah eləyir insanlar. Allahın hikmətində biz belə deyək, mənfi çalarlar axtarmayaq, ibrət alaq, ibrət. Və Azərbaycan xalqı da müsbət tərəfdən özünü göstərdi, yəni vəfalılığını göstərdi, sədaqətini göstərdi.
Bu qədər yardımlar neçə günün içində xalq səfərbər oldu bütövlükdə. Azərbaycan xalqının böyüklüyüdür, mərhəmətidir. Ki biz canı canımızdan olan qardaşlarımızdır, əzizlərimizdir orada əziyyət çəkən insanlar. Və biz vəfa borcunu yerinə yetiririk, insanlıq borcunu yerinə yetiririk. Eyni zamanda hər birimiz üçün Allah bunu moizə qərar verib, nəsihət qərar verib. Ki bundan ibrət alaq. Bu bir işarədir insanlığa, hər bir insana. Hədisdə var ki, İslam moizədir. Qəbul edənlər üçün. İslam, din ümumiyyətlə moizədir. Sonra buyurur ki, lil-keyyisi fi kulli şeyin ittihaz. Deyir ki, zirəyin adam üçün, zirəyin adam üçün. Hər hadisədə ibrət var. Hər hadisədə. Deyirlər ki, hər baxışda ibrət var. İstəyən adam üçün. Səhər durmuşsan, çıxmışsan balkona, eyvandan baxırsan, cəmaat işə gedir, axşam gəlir. Hamısında baxsan ibrət var. Moizə gözü ilə baxsın. Hər şeydə ibrət var. Bunu çox sizə danışmışam. Şeyx Şuşləri görür ki, heyvanları gətiriblər ambarın yanında, çiyinlərində yüklər var, bellərində. Onu boşaldılar. Baxırdı, gözündən yaş süzülür. Deyirlər ki, burada ağlamalı nə mənzərə var ki, heyvandır, gətiriblər ambara, yükünü boşaldılar. Deyir ki, baxıram, qibdə eləyirəm o heyvanlara ki, necə vəfalıdırlar, onlara tapşırılan əmanəti ünvana çatdırıblar. Mən görəsəm, bunlar qədər varam ya yox ki, Allahın mənə tapşırdığı ruh əmanətini belə sağlam mənzilə çatdıra biləcəm ya yox. Görsən, ibrət almaq istəyən insan üçün hər bir baxışda bir ibrət var. Əleyhissalam buyurur ki, zəmanənin moizəsini qəbul edən insan zəmanəyə qarşı hüsn-zəndə olmaz. Hüsn-zəndə olmaz, yəni aldanmaz. Vəfa eləməyib heç kimə. Heç kimə. Eniş yoxuşu var. Bax, gecə-gündüz sənə fəryad edir, deyir, mən söykənəcək yer deyiləm. Kim mənə söykəndə həlak oldu. Bir dənə adam dünyadan köçüb, sən aparırsan çiynində, sən təsəvvür elə ki, bunu Allah mənim üçün dünyadan aparıb ki, mən bundan ibrət alım. Bu sənin üçün moizədir. Xəstəxanaya gedirsən xəstə yanına, elə belə getmədim, yazıq filan, yazıq, demə, Allah şəfa versin, amma özünlə ibrət almaq üçün göndərib Allah səni o ünvana. Şadlıq bir cür moizədir, qəm bir cür moizədir. Kəfə bil mavti vaizən, ölüm sənin üçün moizəyə kifayətdir, moizə eləməyə. Ölüm kifayətdir. Əleyhissalam özü şəhadət yatağındadır, dünyadan köçür. Yanındakılara deyir ki, mənim halıma baxın, mənim getməyim sizin üçün moizədir. Əllərimə baxın, əllərim tərpənmir. Gözümü taqətsizlikdən açıb bağlaya bilmirəm. Mənim halım moizədir. Mən həmin əliyəm ki, Xeybər qalasının qapısını əlimlə götürüb atmışdım, indi əlimi qaldırmağa gücüm çatmır. İndi mənim hakimiyyətim bu yataqdan ibarətdir. Görürsən, öz ölüm halı ilə də nəsihət edir, deyir, ayılın, mənə baxın, gözünüzün qabağındayam. Təkcə ağlamaqla yox, mənim halıma baxın, ibrət alın. Hər vaizin sözündən təsirlidir. Gəldi bir nəfər Salmana dedi, Salman Peyğəmbər sahabəsidir də, ərəb deyil idi də, əcəm idi. Ərəblərdə də bu əsl nəsəblə fəxr eləmək var, filan kəs filan nəsildəndir, filan qəbilədəndir. Bu da burada qəribdir, tanınmır da hansı nəsildəndir. Gəldi söz dil yarası vurmağa, ələ salmağa. Gəldi dedi ki, hardansan sən, atan, anan kimdir? Bilirik ki, o qəribdir, başqa ölkədəndir. Hardansan, atan kimdir, anan kimdir? İstəyir ki, tənə vursun. Bunlar ki, deyim, mənim atam filan kəsibini, filan, bu mühitdə söz atır ona. Dedi ki, nə işin var, atam, anam kimdir? Gəl sənə bir ünvan göstərim ki, ikimizin də ünvanıdır. İkimizin də ünvanıdır. İkimiz də o ünvanlanıq. Əvvəli və əvvəlükə nütfə. Sənlə mənim, ikimizin də əvvəlimiz nütfədir. Axiri və axirükə cifə. İkimizin də, sənin də, mənim də axırın meyid olmaq, meyid. Budur. Görsən ki, bilir ona söz atır, amma əsəbləşmir, moizə eləyir, əslini yada salır ki, bunlar
əsəb-nəsəblə fəxr eləmək, mən filan kəslərdənəm, mən, bunlar hamısı boş şeylərdir. Sən kimsən? İnsansan. İnsan kimi bizim ünvanımız eynidir. Əvvəlimiz də, axırımız da eynidir. Əli əleyhissalam ətrafından gileylənir. Deyir, mən moizə edirəm, siz qaçırsınız. Sizə nə olub? Niyə qaçırsınız? Niyə bəziləri sanki haqq söz eşitməkdən qorxursunuz? Niyə həvəssizsiniz? Niyə reallıqları görmək istəmirsiniz? Acıdır, yox. Acılığın arxasında, həqiqət acılığının arxasında şirinliklər gizlənib. Bizə deyilir ki, oturun, durun elə adamlarla ki, baxanda baxışınız sizin üçün moizə olsun, onun davranışı, axirətli yaduza salsın. Dünyapərəst adamlarla oturub durmayın, hikmətli adamlarla oturub durun. Gedəsən bayram təbrik eləyəndə, məsələn, hamı deyir, bayramı mübarək, bu deyir, məsələn, bir ildə keçdi ömrümüzdən, bayramın yeni ilin mübarək, məsələn. O bir ildə keçdi, sözü moizədir, hikmətdir. Belə adamlarla oturub durun. Moizə almağı bacaran insanlar, belə olur ki, Allah bilirsiniz nə edir, sözümü bitirirəm. Hər saniyə, bugün, indi sənə nə lazımdır, Allah həmin moizəni həmin saatda verir adama. Başlasın moizə almağa, ibrət almağa. Allah da başlayır sənlə başqa cür davranmağa. Allah başlayır danışmağa. Sənə indi nə lazımdır, o moizəni indi yetirir. Həmin o sözü indi yetirir. Həmin o, görürsən, hadisə ilə sənə həmin o mesajı verir. Elə bir aptek kimidir həyat, aptek kimidir. Allah da, aptekə girsən çox dərman var. Bəziləri sənə ziyanlıdır, bəziləri xeyirlidir, lazımdır. Allah gərək mütəxəssis verir də sənə. Allah da deyir, həyatda bax, bəzi adamlar üçün lazım olan dərmanları hər dəqiqə verir. Hər dəqiqə bir dərmana ehtiyacım var. Aptekdən o dərmanları verir. Allah bizi moizə qəbul edənlərdən qərar versin inşallah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika venhar. İnne şana'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Olunan xütbənin qəlblərimizdə təsirli olmasına, günahlarımızın bağışlanmasına, dualarımızın, ibadətlərimizin, etdiyimiz itayətlərin qəbul olmasına, dünya və axirət, Qur'an və Əhl-i Beytdən kənar düşməməyimizə, xanım Fatimə-i Zəhra, salamullah əleyhanın pak və müqəddəs olan ruhuna salavat deyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve ala Aliyin emiril mu'minin ve ala Fatıme'tiz Zahra ve ala'l Hasan ve'l Huseyn ve Ali ibn Huseyn ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve'l Hasan ibn Ali ve'l Huccetil Qaimil Mehdi. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات أوصيكم ونفسي بتقوى الله. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Bəşərin, insanlığın ilk müəllimi Quran-ı Kərimin buyurduğuna əsasən Allahın özüdür. Allah müəllimdir, tələbəsi də, ilk tələbəsi də bu maddi aləmi yaradandan sonra Həzrəti Adəm əleyhissalamdır. Allah Adəmi yaradan kimi ona təlim verdi. Müxtəlif təlimlər. Təlimlərdən biri hədisdə qeyd olunub, Qurana da gəlib çıxacaq. Hədisdə qeyd olunur, usul-i kafidədir bu hədis ki, buyurur, Allah Adəmi yaradandan sonra neçə şey onu öyrətdi. Biri də buydu ki, dedi, özün üçün nə yaxşılıq istəyirsənsə, hamı üçün istə. Başqaları üçün də istə.
Az adam var belə. Ruzi istəyirsən, başqaları üçün də istə. Qida istəyirsən, geyim istəyirsən, ev istəyirsən, tək özün üçün istəmə. Özün üçün nə yaxşı şeylər istəyirsənsə, hamı üçün istə. Allah Adəmə öyrədir. Özün üçün əzab istəmirsən, bəla istəmirsən, heç kim üçün istəmə. İstəməkdə xəsis olma. Allahın xəzinəsindən azalmayacaq. Bəziləri bilir ki, başqalarını dua eləyəndə buna çatmayacaq. Öyle bir şey ona verəcək, mənə qalmayacaq. Allah deyir ki, hamı üçün istə hər şeyi, çatar hamıya. Mənim xəzinəm doludur. Hamıya yetişər, çatar. Biri gəldi İmam Rıza'ya dedi ki, ilahi, İmam Rıza'nın yanında dedi, ilahi, məni və İmam Rıza'nı bağışla. Heç bilmirəm bu nə dərəcədə ümumiyyətlə ədəbli dua idi, hələ onu qoyaq bir qırağa. İmam dedi ki, niyə Allahın rəhmətini ikimizlə məhdudlaşdırırsan? Niyə mənlə İmam Rıza'nı? Dua eləyəndə deyən, ilahi, Allahümmə qfir lil mu'mininə vəl mu'minat. Bütün möminləri, müsəlmanları bağışla. Bütün möminləri bağışla. Nə istəyirsənsə özün üçün, gəlin belə adət eləyək. Dua eləyəndə, istəyəndə, nə istəyirsə qonşumuz üçün də istəyək, ətrafımız üçün də istəyək. Bu mən dairəsindən çıxaq. Mənə bunu ver, mənə. Hacətlərimizdə mən mehvər təşkil eləməsin. Hamı üçün istə. Başqaları üçün istə. Və özün üçün istəmədiyi də başqaları üçün də istəmə. Quranda Peyğəmbərlərin dilindən belə bir söz var. İnni ləkum nasih. Mən sizin üçün nasih sözü, yəni xeyrxaxam. Sizin xeyrinizi istəyənəm. Nəsihət sözü var ha, nəsihət. Nəsihət bundandır, xeyrxaxlıqdandır. Yəni nəsihət eləyən, mən bura çıxmışamsa, danışıramsa, nəsihət eləyirəmsə əgər buna səlahiyyətim də yoxdur, amma eləyirəmsə, yəni mən sizin xeyrinizi istəyirəm deyəni buradayam, dayanmışam. Mən burada danışıram, sizin xeyrinizi istədiyimdən başqa səbəbə dayanmışamsa, oyunbazlıqdır bu. Çıxmışam özümü göstərməyə, heç nə. Danışan adamlar xeyrxax adamlar olmalıdır. Peyğəmbərlər deyir, biz sizin nasihinizik, xeyrxaxınızıq. Sizin üçün xeyir istəyənlərik. Dini təbliğ eləyənlər xalqı sevən adamlar olmalıdır. Xalqın xeyrini istəyən adamlar olmalıdır. Xalqa acığını tökən adamlar yox. Evdə həyat yoldaşı ilə dava eləyib, gəlsin xütbədə. Nə nervisi var, hədis dili ilə töksün cəmaatın üstünə əsəbini. Bu deyil, danışan adam xalqa aşiq olan adamdır, təmənnası sevən. Ölənə qədər də, axıra qədər də insanların xeyrini istəyən, xeyr yolu göstərən adamlardır. Peyğəmbərlər belə insanlardır. Allahın çox xoşu gəlir cəmaatın xeyrini istəyən adamlardan. Allahın acığı gəlir cəmaatın zərərini istəyən adamlardan. İnsan deyil o adam ki, insanlara pislik eləyir, azdırır, yoldan çıxardır, fikrini qarışdırır, xəyanət eləyir. Həqiqəti, belə deyək, yalan kimi göstərir, yalanı həqiqət kimi göstərir. Bu, hamısı xalqa qarşı sevgisizlikdən doğan bir şeydir. Sözün qısası ilk müəllim Allahdır. Sözün başqa deyil, bunlar müqəddimədir. İlk müəllim Allahdır, Adəmi yaradır. Yaradan kimi ikinci neymət ki ona verir, o elm neymətidir. Allah birinci neymət nə verir? Həyat. İkinci öyrətmək neyməti, öyrənmək, elm neyməti verir. Birinci neymət həyatdır, ikincisi elmdir. Quran buyurur ki, və alləmə Adəməl əsmaə kullaha. Deyir, Allah Adəmə hər şeyin adını öyrətdi. Hər şeyin adını öyrətdi. Nə deməkdir bu? Təfsirçilər deyir ki, Allah öz adlarını öyrətdi Adəmə. Öz adlarını. Əsmaullahül husna. Allahın gözəl adları. 99'da xülasələşib. 1000'dən çox adı var. 1000 adı var. Valillahil əsmaul husna. Quran buyurur ki, gözəl adlar Allaha məxsusdur. Fəd'uhu biha. Onu o adlarla çağırın. Deyin, ya Allah, ya Rəhman, ya Rəhim, ya Ərhəmər Rahimin. Bu adlarla çağırın. Allah Adəmi yaradıb, öz adlarını Adəmə niyə öyrədir? Sabah imtihan götürəcək ki, Adəm əzbərləsin, gəlsin, desin ki, mən filan ad bu. İmtihan götürməyəcək ki, adları əzbərləmək barədə.
Belə imtahan götürməyəcək. Bəs niyə öyrədir? İstəyir bildirsin ki, özünü düzəltmək istəyirsənsə, hansı amillərlə düzəlt? Məsələn, adlarımdan biri rəhimdir. Öyrətdim sənə, rəhim, rəhimliyəm mən. Ne üçün? Təsbih götürüb desən, rəhim, rəhim yox. Ona görə ki, sən də belə olasan. Allah adlarını öyrədir ki, biz də o xüsusiyyətlərə sahib olaq. Sən də rəhimli olasan. Sən də mərhəmətli olasan, mehriban olasan. Uyğunlaşasan Allahın adlarına. Mehriban ol. Əvvəl özünə qarşı, sonra başqalarına qarşı. Əvvəl özünə rəhm elə. Şərab içən adam özünə rəhm eləmir. Qumar oynayan adam özünə rəhm eləmir. Riba, faizə pul verən adam özünə rəhm eləmir. Namaz qılmayan adam özünə rəhm eləmir. Din bunu deyir ki, özünə rəhm elə. Allaha lazım deyil bu şeylər. Özünə yazğın gəlsin. Özünə yazğın gəlsin. Qu ənfusakum və əhlikum. Deyir, özünüzü və ailənizi qoruyun. Nədən? Narən, oddan qoruyun. Özünüzə rəhminiz gəlsin. Özünə və başqalarına rəhmli ol. Yaxınların haqsızlıq elədirsə, Quran buyurur ki, fə'fu anhum, və'fu anhum. Əff el onları. Oğlun, uşağın, qardaşın, bacın, dostun, bək tutma, çürükçülük eləmə. Göz yum, bağışla. Və stəğfir ləhum. Özün bağışlayandan sonra bağışlanmaq istə onlar üçün. Vəsfəh. Və güzəşt elə onlara. Güzəşt elə. Allah adını buna görə öyrədir. Allah istəyir ki, biz də Allahda olan xüsusiyyətləri özümüzdə tərbiyə eləyək. Valideynlə bağlı ayəyə bax. Və bil valideyni ihsanən. Valideynlərinizə yaxşılıq eləyin. Əlindən gələn hər yaxşılığı elə. Hər yaxşılığı. Nəyə gücün çatır? Ancaq yaxşılıq görsün valideyn səndən. Yaşad oldular, fələ təqulləhuma uffin. Onlara uf da deməyin. Uf da deməyin. Desin, bunu elədinsə, sən bax bunu, bir dənə bunu. Bir dənə uf dedinsə, qiyamətin qorxulu olacaq. Mütləq qorxulu olacaq. Əgər tövbə eləyib qayıtmasın. Əgər istiğfar eləməsin. Çox çətin qiyamət gözləyəcək səni. Valideynlər dinsiz olsa necə, müşrik olsa necə, yenə də valideynin məhəbbəti vacibdir, ehtiramı vacibdir. Ata-analara da bu yandan deyir ki, göz yum uşaqlarınızın eybinə. Uşaqlarınızın eybinə göz yumun, uşaqlarınızın eybini açıb üzlərinə vurmayın. Allah deyir, lənət eləsin o valideynə ki, övladı ona qarşı gəlməyə özü vadar eləyir, ağ valideyn olmağa. Valideynə də bunu deyir. Ondan sonra buyurur ki, və qulləhuma qavlən kərima. Onlara kərim sözlər deyin. Yəni, bilirsiniz necə? Məsələn, ata-anaya ilə danışanda deyən, can, qurban olum, əllərindən öpürəm. Bu sözdə, bu cür müraciət eləyin. Quran bu incəliyəcən deyir. Danışığınızda ən gözəl sözlər seçin deyin. Ehtiramla müraciət eləyin. Uca danışmayın. Yolda qabağa keçməyin onlardan. Ondan sonra deyir, təkcə bu ilə kifayətlənmə, həm də dua elə. Və qur Rabbirhamhuma kəmə Rabbəyani səğira. Dinən ki, ilahi onlara rəhm elə. Necə ki, məni kiçikliyimdə böyütdülər, tərbiyə elədilər. Necə ki, mənim əziyyətimi çəkdilər. Hətta deyir, ürəyində də onlara ölüm arzulama. Bəzən olur, övlad bezir, yataq xəstəsidir, illərlə ata-anası. Allah deyir, eləmə, ürəyində də övlad ata-anasına ölüm arzulamaz. Ömrünün uzunluğunu istəyər. Ömrünün uzun olmasını istəyər. Allah Adəmə öyrədir öz sifətlərinə sahib olmaq üçün. Yəni, Allah istəyir ki, bütün vücudumuzda onun sifətləri zuhur eləsin. Cəmaat bizə baxsın, desin ki, bu belə gözəl bəndədirsə, gör bunun Allahı nə qədər gözəldir. Neçə nəfər bu cəmin içində və bu dəstənin, burada oturanların için. Belə adam var ki, cəmaat baxsın, desin, nə gözəl insandır. Gör bunun ibadət elədiyi Allah nə gözəldir. Təbliğ deyir sana, təbliğ budur.
Təbliğ budur. Burada bir saat danışmaq müqəddimədir. Əsl təbliğ odur, əsl təbliğ odur. Mən sözümün canı var, gəlib çıxacam. Tamam başqa yerə gəlib çıxacam. Qısa müddətdə, qısa vaxtda. Sual verirəm, Adəmə bu qədər öyrədən Allah 99 adını Adəmə öyrətdi. Ki, Həzrəti Adəm o 99 sifətə sahib olsun. Görün bizim Peyğəmbərə, İslam Peyğəmbərinə nə qədər təlim verib. Peyğəmbərimizin adında 2 mim var. Ərəblərdə hərflərin mənası var. Peyğəmbərin adında 2 mim hərfi var. M hərfi. Birinci mim deyirlər, mələkut elminə işarədir. Allah bütün zahiri elmlərdən Peyğəmbər agah eləyib. Yəni bu zahiri aləm var, maddi elmlər. Allah onlardan agah eləyib Peyğəmbəri. Peyğəmbər heç bir məktəb görmədən elə dəqiq dünya işlərində yollar göstərirdi ki, illər keçir, əsrlər keçir, elm inkişaf edir, Peyğəmbərin bir çox sözünün doğruluğu indi aşkar olur. Peyğəmbər mələkut, mülk elminə, maddi elmə sahibdir. İkinci mim adında olan deyirlər mələkut elmidir. Yəni pərdə arxasında ən kamil şəkildə Allah Peyğəmbərə öyrədib. Mələkləri tanıtdırıb, axirətin bütün mərhələlərini tanıtdırıb, Allahın özünü ən kamil tanıyan bəndədir. Hər şeydən xəbərdardır. Allah izin verib, qeybindən onu xəbərdar edib. Allah bu Peyğəmbəri bizə verib, biz ümmətə verib. Mən bilmirəm, biz bunun şükrünü necə yerinə yetirə bilərik. Məncə Peyğəmbərin şükrü budur ki, deyəsən, ilahi, mən acizəm bu neymətə şükür eləməyə. Mənim bu acizliyimi şükr hesab elə. Peyğəmbər çox böyük neymətdir. Təmənnasız, heç nəsiz verib Allah bizə. Qədrini bilmirik biz. Qədrini bilmirik. Allah belə bir Peyğəmbər bizə bəxş eləyib. Belə bir Peyğəmbər. Bir dənə məsələyə işarə edeyim, sözümü yekunlaşdırım. Məsələ budur. Allah yeganə varlıqdır ki, varlıqlar içində bizi heç zaman tərk eləmir. Heç bir halımızla. Başqaları bizə tam vəfalı ola bilməz. Hamı bizi hansısa məqamda tərk eləyir. Quranda qəribə bir incəlik var. Quranın bir Yusuf surəsindən bir dənə misal deyim sizə. Doğrudan da gözəl kitabdır da, Allah kəlamıdır. Yusufun qardaşları ki, gəlirlər Misrə, özləri quyuya atmışlar Həzrəti Yusufu. Gəlirlər Misrə, Yusufu tanımırlar. Bilmirlər də Misrin əzizi olub, quyuya atdıqları qardaşları. Deyir, gəlirlər, Yusuf onları danışdırır, deyirsin, bir qardaşınız da var. Deyirlər, hə, adı nədir, Bünyamin falan. Deyir, gələn dəfə qardaşınızı da gətirin. Gətirin, çox buğda verim sizə. Bunlar gedirlər, diqqət eləyin, Quran necə incəliklə danışır. Gedirlər, atalarına deyirlər Həzrəti Yaqubə ki, ərsil mə'ana əxana. Deyirlər ki, atacan, qardaşımızı da bizimlə göndər. Yusuf görmək istəyir, Bünyamini də göndər. Qardaşımız da bizlə göndər. Götürüb gəlirlər, da danışmıram da bilirsiniz. Həzrəti Yusuf saxlayır onun yanında. Necə? Onun yükünün içinə bir dənə qab qoyulur. Sonra deyirlər ki, bu kimdən tapılsa bu qab, o deməli, saraydan qab oğurlanıb. O kimin yükündə tapılsa odur. Gəlirlər, özləri qoyurlar, Bünyaminin qabından çıxır, Bünyaminin çantasından o qab çıxır, saxlayır yanında. Bunlar zahirən belə görünür ki, nəuzubillah, Bünyamin uğurlayıb. Belə bir görüntüsü olur. Bunlar yalvardılar ki, qardaşımızı da bizlə göndər, Yusuf razı olmadı, nəysə, gəlirlər. Birinci dəfə nə demişdilər? Atacan, ərsil mə'ana əxana, qardaşımızı bizimlə göndər. İndi nə deyirlər? Və qulu, ya əbana, innəbnəkə sərəq. Deyirlər, ata, oğlun oğurluq eləyib.
Da qardaşlıqdan çıxdı. Yaxşı iş görəndə, yaxşı olanda, Misirin Əzizi çağıranda qardaş idi. İndi ki, oğurluq nisbəti verilib, olur ya hərdən. Məsələn, oğul yaxşı özünü aparanda, övlad yaxşı özünü aparanda, ana deyir ki, oğlum belə, oğlum belə. Pis eləyəndə atasına zəng edir, oğlun gəldi belə elədi. Da oğulluqdan çıxdı. Pis olanda olur atanın oğlu. Bunun oğlu olmur. İnsanlar belədir. Bir dənə xəta nisbəti verilən kimi Quran bu incəliyi deyir. Birinci deyir, qardaşımızı bizlə göndərir. İkinci də deyir ki, oğlun oğurluq eləyib. Oğlun oğurluq eləyib. İbrahim əleyhissalam tohid qəhrəmanıdır, elə deyim. Amma deyir ki, fəmən təbi'əni minni, kim mənə tabi olsa mənnəndir. Və mən əsani fə innəkə qəfurur rəhim. Amma üsyan eləsə, o artıq mənni deyil, sənnidir. Sən bağışlayan, özün bilərsən, neynəyərsən. İbrahim əleyhissalam belə deyir. Allah necə? Allah belə deyil. Allah başqa cürdür. İnnəlləhə məəllədinəttəqav və hum muhsinun. Allah təqvalılarlandır, yaxşı iş görənlərləndir. Belə. Bəs pislər necə? Pislər necə? Pis olanda tərk eləyir. Günah eləyəndə deyir, dayı, mənni deyilsən. Günah eləməyəndə deyir, bəndəm. Günah eləyəndə deyir, yox, bəndəm deyilsən. Yox, günahkarlara görə necə deyir? Deyir, ya ibadiyyəllədinə əsrəfu alə ənfusihim. Yə var, orada ibadiyyə, yəni mənim bəndələrim. Ey mənim günahla özünə zülm eləyən bəndələrim, yenə də bəndəmsiz, yenə də çəkilmədim, buraxmadım sizi. Yusufun qardaşları kimi deyiləm. Pis iş görəndə deyəm, yox. Yenə də özünə nisbət verir. Mənim bəndələrim, la təqnətu min rəhmətillah. Allahın rəhmətindən məyus olmayın. Ənibu ilə rabbikum, fəfirru ilallah. Qaçın Rəbbinizə tərəf. Əzab gəlməmiş Allaha tərəf gəlin. İstəmirəm biriniz də əzaba düşəsiz. Və Allahı ki başa düşdü ya, bütün peyğəmbərlər hədisdə var, qiyamətdə o əzabı görəndə, bilə-bilə ki əzab onlara toxunmayacaq, amma cəhənnəmin uğultusunu görəndə, va nəfsi, deyəcəklər, vay canım, bir dənə peyğəmbər, peyğəmbərlərin içində, deyəcək ki, ümməti, o da bizi tərk eləməyəcək. Heç bir peyğəmbər öz ümmətinə şəfayət eləmək hayında olmayanda, o bütün bəşəriyyətə yiyəli eləyəcək. Bütün bəşəriyyətə. O Allaha yalvarır, deyir ki, mənim ümmətimin haqq hesabını özümlə apar. Heç bir peyğəmbər görməsin, xəzalət çəkərəm. Allah deyir, sənin ürəyimin incəliyini bilirəm, heç sənə də göstərməyəcəm. Çünki onlar elə günahlar eləyib ki, sənin də taqətin olmayacaq. Ürəyin qiyamətdə də istəmirəm qəmlənsin ki, səninlə bir yerdə onların hesab kitabını aparım. Deyir, cəhənnəmin üstündən keçəcək. Sirat cəhənnəmdən keçir axı. Peyğəmbər keçir, geçsin cənnətə. Onun qədəmlərinin hörmətinə od sönəcək. Cəhənnəmdəkilər bir-birindən soruşacaq, nə xəbərdir? Od zəiflədi. Deyəcəklər ki, Allahın sonuncu Peyğəmbəri, Allahın Rəsulu keçir. Cəhənnəmin üzərindəki od səngiyəcək, hamısı fəryad eləyəcək. Ya Rəsulallah, əlimizdən tut. Ya Rəsulallah, əlimizdən tut. Allah Peyğəmbər deyəcək ki, mənim Həbibim, səni çağırırlar, ged onları qurtar. Deyir, əlini uzadacaq cəhənnəmdən, kimin çağırmaq bacarığı qalıbsa, Ya Rəsulallah deyə bilirsə, əllərindən tutub onları xilas eləyəcək. Mən bütün bunları danışdım ki, Rəcəb ayında sonunda Peyğəmbərə təvəssül eləyim. Deyim, Ya Rəsulallah, ümmətimin vəziyyəti bu günlərdə çox ağırdır. Özün görürsən ki, ümmətin hansı çətin sınaqlar qarşısındadır. Bəlkə deyərdim, tarixi sınaqlar qarşısındadır. Zəlzələdən əziyyət çəkənlərə biz bu qədər yanırıqsa, görsən nə qədər yanırsan. Bu qədər sıxıntılardan, çətinliklərdən bizim ürəyimiz əriyirsə, görsən nə qədər yanırsan. Bizim işimiz budur ki, deyirlər, bəlalar gəlməmişdən öncə çağırın. Deyirlər ki, təvəssül edin ki, Peyğəmbər nəzər eləyəndə hər yan Gülüstana çevrilir. Ya Rasulallah, ümidimiz sənin dualarıvadır. Sənin dualarıvadır ki, sən cəhənnəmə qədəm qoysan Gülüstana çevrilir. Səni and verirəm, çox sevdiyin
Allah'ın haqqına ki, biz ümməti bu çətin günlərdə dua eləyəsən, Allah'tan bu ümmətə fərəc istəyəsən və Allah'tan istəyəsən ki, dünya və axirətdə səndən ayrı düşməyək, sənin yolundan ayrı düşməyək. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm və bihaqqi Muhammedin və alihi tahirin. Ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi qəbr evinə aparma. Şəri olan hacətlərimizi rəva elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Zəlzələ nəticəsində dünyasını dəyişənləri qəriq rəhmət elə. Zəlzələdən zərər çəkənlərə tezliklə fərəc inayət elə. Yaxınlarını itirənlərin hamısına səbir mərhəmət elə. İslam ümmətinin birliyin, vəhdətin bundan daha artıq elə. İslam ümmətinin düşmənlərini zəlil elə. Bizdən dua istəyənlərin hamısının hacətlərini rəva elə. Şəhidlərimizi bu cümə günündə bizə duaçı qərar ver. Şəhidlərimizin müqəddəs ruhunu bugün Peyğəmbər və Əhl-i Beytinə qonaq elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Ömrümüzün axırınacan bizə halal, minnətsiz ruzi mərhəmət elə. İmam Zaman ağanın zuhurunu tez elə. Əudu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İzə cəə nasrullahi vəl-fəth və rəytən nəsə yədxulunə fi dinillahi əfvaca fəsəbbih bihamdi rabbikə və estəğfirhu innəhu kənə tavvaba. Sadaqallahul aliyyul azim.